Arada mənə elə gəlir ki, Vilayət Eyvazovla İlham Əliyev hardasa inkubator saxlayır və həmin o inkubatordan bax belə beyinsiz dötə girənləri istehsal eləyirlər. Nazir durub hər post patrol maşınına, hər qayım maşınına nəzarət eləmək imkanı mümkün deyil, qeyri-mümkündür. Yoxsa müəyyən blogerlər var ki, bunu birbaşa nazirin adı ilə bağlayır, ölkə başçısının adı ilə bağlayır, polisə nifrətlə bağlayırlar. Bunlar yanlış yanaşmadır. Bunlar özləri vətən xainləridir. Dövlətdən səhv axtarırlar, dövlətçiliyimizdən səhv axtarırlar. Dövlətindən səhv axtaran birbaşa vətən xainidir. Mən elə birbaşa Mehman Hüseynovun üzünü tutub deyirəm ki, bunun günahı Vilayət Eyvazovda deyirsən. Yalansın, belə mənim ağzımı açdırsan, ölsün ağzı belə-belə olsun. Vilayət Eyvazov heç mənim dədəmin oğlu da deyil. Heç mən Vilayət Eyvazov nazir olanda tanımışam. O sən deyirsən, sabunlar girən, o başqa şeydir.